Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününü bütün İslam ümmətinə xeyirli, bərəkətli qərar versin və bizim 2026-cı ildə ilk cüməmizdir. Allah Taala bu cümə günündə olan bütün ibadətləri, itaətləri qəbul etsin inşallah. Allah Taaladan duamız budur ki, 2026-cı ili Allah Taalanın razılığını qazanmaq, təqva ilə yaşamaq və Allah Taalaya layiqincə ibadət etməyi bizlərə uca olan Rəbbimiz nəsib etsin inşallah. Və 2025-ci ildə qəbul olunmayan, yaxud hələ vaxtı olmayan dualarımızın inşallah 2026-cı ildə Allah Taala dərəcəyi qəbulu yetirsin. Ən əsası və dualarımızın ən ündə olanı bizim zəmanəmizin imamıdır ki, hamımız onun intizarındayıq, hamı onu gözləyir və Allah Taala inşallah tezliklə onun gəlişi ilə qəlbimizə sevinc və fərəh bəxş etsin. Cümə mövzularımız bizim elə ardıcıl olaraq, silsiləvi olaraq Əsmaül Hüsnadan idi. Əsmaül Hüsna, yəni Allah Taalanın gözəl adları barəsində idi. Və biz daha əvvəllərdə də danışmışdıq ki, Əsmaül Hüsna o qədər önəmlidir ki, Allah Taala ilk öyrətdiyi Adəm əleyhissalam olub və Adəm əleyhissalama o həmin isimləri öyrədib təfsirçilər bu cür buyurur. Və daha sonra dualarda Allah Taala buyurur ki, dua etdiyiniz zaman Allah Taalanı o həmin gözəl adları ilə çağırın. Və biz həmin o gözəl adları bu cümlələrdə öyrənməyə çalışdıq və inşallah ki, davam edirik və xülasə olaraq da keçmədik. Çalışdıq ki, hər isim barəsində ehtiva olunan, uyğun olan ayələri siz məscid əhlinin diqqətinə çatdıraq. Və son olaraq danışdığımız xütbəmizdə olan mövzumuz Allah Taalanın Raziq ismi idi, Rəzzaq ismi idi və bu barədə biz danışırdıq. Keçən cümə günündə biz dedik ki, ruzi verənlərin ən xeyirlisidir. Quran-ı Kərimdə Allah Taala bu cür buyurur. Allah Taala ruzi verənlərin ən xeyirlisidir. Xeyrur raziqin, ən xeyirlisidir. Bugünkü xütbəmizdə inşallah biz danışacağıq ki, Allah Taala bizim ruzilərimizdə bir sıra kəslərin ruzilərini qərar verib ki, hansı ki, biz onların haqqını çatdırmalıyıq. Əgər çatdırmasaq, haqqı nasıl olarıq? Əgər çatdırmasaq, onların haqqını əda etməmiş olarıq. Əleykumussalam. Bəqərə surəsində Allah Taala bu cür buyurur. Allah Taala buyurur: Bismillahirrahmanirrahim. Ellezine yu'minune bil gayb. O kəslər ki, qeybə iman gətiriblər. Ellezine yu'minune bil gayb. O kəslər ki, qeybə iman gətiriblər. Qeybə iman gətiriblər, yəni Allaha iman gətiriblər. Qeybə iman gətiriblər, yəni qiyamətə, cənnətə, cəhənnəmə, hesab, kitab, yəni dünyadan sonraki olan məsələlər, onlara iman gətiriblər. Və yuqimunə salə, namaz qılırlar. Allah Taala buyurur ki, o kəslər ki, qeybə iman gətirib, namaz qılırlar. Və mimmə rəzəqnəhum yunfiqun, və onlar üçün ayırdığımız ruzidən, onlar da Allah yolunda xərcləyirlər. Onlar da Allah yolunda sərf edirlər. Bu ayədə də Allah Taala göstərir ki, iman gətirən, təqvalı insanların xüsusiyyətlərindəndir ki, Allah yolunda Allah Taalanın onlar üçün ayırdığı ruzidən sərf edirlər, xərcləyirlər. Və Allah Taala başqa bir ayədə, başqa bir surədə, Nisa surəsinin 39-cu ayəsində buyurur. Ayənin məzmunundan anlaşılır ki, Allah Taala həmin dəstəni məzəmmət edir. Allah Taala buyurur ki,
Və məzə əleyhim. Nə olub onlara? Ne üçün belə edirlər? Və məzə əleyhim. Ne üçün onlar belə edirlər? Ləv əmənu billah. Əgər Allaha iman getirsəydilər, vəl yevmil əxir. Axirət gününə iman getirsəydilər. Və ənfəqu mimmə rəzəqəhumullah. Allah Taala'nın onlar üçün verdiyi ruzidən infaq etsəydilər və kənəllahu bihim əlimə. Allah Taala onların etdiklərindən xəbərdardır. Allah Taala onların etdiklərini bilir. Və bu ayədə Allah Taala buyurur ki, nə üçün onlar etmirlər? Məsələn, bu cürlə insan düşünə bilər ki, Allah Taala'nın ayırdığı ruzi, Allah Taala'nın ayırdığı pay bir sıra insanların ruzisi də əlavə olaraq digər insanların öhdəsinə düşür və həmin o öhdəlik qiyamət günündə hesab və sorğu-sual olunacaq. Düzdür, bizim dinimizdə vacib olan əməllərdən biri xums və zəkatdır ki, bunların hər birinin ayrıca hökmü var. Quran-ı Kərimdə ayəsi var və bilirik ki, Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin zamanında bir sıra insanlar var idi ki, zəkat verməkdən yayınırdılar. İbadət edir. Amma hansı ki, Allah yolunda öz malından, pulundan sərf etməlidir, o zaman yayınmağa başlayır. Bəlkə biz bu rəvayəti daha əvvəllər danışmışıq sizə. Sələbə adında bir şəxs var idi. Səhər, günorta, axşam məsciddə namaz qılırdı. Peyğəmbər salavatıllahla birlikdə. Zəkat ayəsi nazil olmamışdan əvvəl olub bu hadisə. Sələbə Peyğəmbər salavatullaha buyurur ki, ey Allahın Rəsulü, istəyirəm imkanım çoxalsın. Peyğəmbər salavatullah buyurur ki, ey Sələbə, elə bu cür yaxşıdır sənin üçün. Sələbə təkid edir, ikinci dəfə deyir, ey Allahın Rəsulü, istəyirəm imkanım çoxalsın. İkinci dəfə Peyğəmbərimiz yenə buyurur, ey Sələbə, bu cür yaxşıdır sənin üçün. Üçüncü dəfə deyəndə Həzreti Peyğəmbər ona bir neçə dinar yaxud dirhəm pul verir. Bir ey Sələbə, bu pullarla təsərrüf etkinə. Sələbə heyvandarlıqla məşğul olur, malqara ilə məşğul olur və günlərin birində heyvanatı o qədər çoxalır ki, namazlara gəlməyə yayınır. Peyğəmbər salavatullah ayə nazil olur, zəkat ayəsi. Quran-ı Kərimdə baxsız, çox vaxt zikr olunur, zəkat namazla bir yerdə. Əqimussələt və ətuz zəkat, yuqimunəs-sələt və yutunəz zəkat. Namaz qılın, zəkat verin, yaxud namaz qılır, zəkat verirlər. Sələbə barəsində Peyğəmbərimiz elçi göndərir, xəbər göndərir ki, gedin Sələbəyə deyin ki, hələ bu cür olur. Peyğəmbər soruşur, Sələbə hardadır? Deyirlər, Sələbənin o qədər malı çoxalıb ki, Peyğəmbər şəhərdən kənara çıxır. Daha cəmaat namazı, məscidə gəlmək, cümə namazına gəlmək yoxdur. Həzrət buyurur ki, ayə nazil olanda ki, zəkat verin, deyir, gedin Sələbəyə xəbər verin ki, Sələbə zəkat verməlidir. Allah Taala ayə buyurur. Bu həmin şəxslər, elçilər Sələbəyə ayəni xəbər verdikləri zaman Sələbə deyir ki, Peyğəmbər bu ayəni özündən deyir. Hansı ki, əvvəl gəlmişdi, Peyğəmbər salavatullaha demişdi ki, ey Allahın Rəsulü, mənim üçün dua eləginə şəraitim yaxşılaşsın. Allah Rəsulü ona bir neçə dirhəm dinar verdi və ən sonda Sələbə bu cür dedi, Peyğəmbər özündən deyir, Allah bizdən zəkat istəməz ki. Daha sonra Peyğəmbər başqa bir qəbilə, başqa bir tayfanın yanına da göndərmişdi həmin elçiləri. Onlar zəkat ayəsini onlar üçün oxuduqları zaman onlar deyirlər ki, Allah üçün ən gözəlini vermək lazımdır.
ən yaxşısını vermək lazımdır. Və bu gün mən də deyirəm ki, məsəl üçün bu gün məscidimizdə yaxud hər hansısa bir yerdə Allah üçün iş gördüyünüz zaman ən yaxşısını edin. Ən gözəlini edin, ya da heç etməyin. Ya da heç etməyin. Ya ən gözəlini, ən yaxşısını edək, ya da heç etməyək. Bunlar dedilər ki, ən yaxşısını verək Allah yolunda, ən gözəlini verək Allah yolunda. Peyğəmbər sallavatullaha bu elçilər xəbər verir ki, sələbə zəkat verməkdən yayındı. Bu cür dedi. Həzrət buyurdu ki, mən sağlığımda özüm bilərəm, amma mən vəfat edəndən sonra da sələbə əgər zəkat vermək istəsə, sələbədən zəkatı qəbul etməyin. Həqiqətən deyirlər ki, birinci xəlifə Əbu Bəkirin dövründə bu sələbə zəkat vermək üçün gəlmişdi. Əbu Bəkir ondan zəkatı qəbul eləmədi. Belə bir tarixdə nəql olunub, rəvayət eləyiblər. Və həqiqətən Allah Taala buyurur ki, əmanət vermişəm onlara, o imkanlılara, o malı, dövləti olanlara əmanət vermişəm ki, kasıblara haqqını çatdırsınlar. Kasıblara haqqını çatdırsınlar. Allah Taala Quran-ı Kərimdə bu cür buyurur. Buyurur ki, vəllezine fi envalihim, o kəslər ki, onların mallarında haqqun məlum bir haqq var. Kimin haqqıdır? Lis-saili vəl məhrum, saillərin, ehtiyaclı insanların, kasıbların haqqıdır orada. Gərək onların haqqı əda olunsun, onların haqqı verilsin. Bəs o həmin kəlamlardan biri yadıma düşür, o kəlamlarda belə qeyd olunur. Deyir, o imkanlının etdiyi israf ki var, o kasıbın haqqıdır. İmkanlı, o öz şəraitindəki israf eləyir, o kasıbın haqqıdır. Allah Taala ona əmanət vermişdi ki, bunu kasıba çatdırarsan, o da elə fikirləşdi ki, o onun haqqıdır. Bəs başqa bir ayədə Yasin surəsində Allah Taala buyurur, Yasin surəsinin 47-ci ayəsində buyurur ki, və izə qilə ləhum, onlara deyildikdə ki, ənfiqu mimmə rəzəqəkumullah, Allah Taalanın sizə verdiyi ruzidən siz də xərcləyin. Allah yolunda xərcləyin, kasıblar üçün xərcləyin, ehtiyaclı insanlar üçün xərcləyin. Başqa bir ayədə Allah Taala buyurur ki, bəzi kasıblar, ehtiyaclı insanlar var ki, onlar həqiqətən ehtiyac içərisindədirlər, amma öz səslərini çıxartmırlar. Onların ehtiyacları var. Minnət taaffuf, Allah Taala buyurur ki, onlar həya eləyirlər. Öz hacətlərini, ehtiyaclarını kiminsə yanında dilə gətirmirlər. Allah Taala buyurur ki, həmin o kasıbları tapın, həmin o kasıbların ehtiyaclarını ödeyin. Və izə qilə ləhum ənfiqu mimmə rəzəqəkumullah, onlara deyildikdə ki, Allah Taalanın sizə verdiyi ruzidən infaq edin. Qaləl-ləzinə kəfəru, kafirlər bu cür deyirlər. Lilləzinə əmənu, iman gətirənlərə, ənut'imu mən la yeşəullahu ət'əmə, əgər Allah istəsəydi özü verərdi də. Əleyhissalam. Deyir, əgər Allah istəsəydi özü verərdi. Kafirlər bu cür deyirlər. Amma biz bir şeyi unutmayaq. Bəlkə hələ bizim imtahanımızdır o. Bəlkə Allah Taala bizi imtahan edir. Verir, imtahan edir, alır, imtahan edir. Biz bilmirik ki, imtahanımız nə zamandır. Əgər xatırlayırsınızsa, belə bir rəvayət vardı. İmam Hüseyn əleyhissalamın zamanında qapı döyülür və İmam Hüseyn əleyhissalamın evində olan şəxslərdən qapını açır. İmam soruşur ki, kim idi gələn? Dedi, dilənçi idi gələn. İmam soruşur ki, bir şey verdin ona? Dedi, yox imam, vermədim. Əgər biz bu dilənçilərə hələ bir şey versək, bizim heç neyimiz qalmaz ki, qapını açan şəxs imama bu cür deyir. İmam cavabında buyurur ki, bəlkə Allah Taala bizi imtahan edir. Bəlkə həmin şəxsi Allah Taala bizim qapımızı göndərir. Və bir halda ki, bizim də varımızdır, verə bilərik. Nə üçün əsirgiyək? Nə üçün? Səbəb nədir? Və Allah Taala həmin şəxslərə cavab verir. Cavab verir ki, o kəslər ki, deyirlər ki,
Allah istəsəydi özü onlara təam verərdi, yedirdərdi. Allah Taala buyurur ki: "İn entum illə fi zalalin mubin." Yalnız siz açıq-aşkar zəlalətdəsiz. Yalnız siz açıq-aşkar yolunuzu azmısınız. Allah Taala həmin şəxslərə bu cür cavab verir. Əlbəttə ki, baxsaq Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm nəinki olduğundan hətta artığını verir Peyğəmbər. Özünə aid olanını verir Peyğəmbər. Peyğəmbər kərəmdə, səxavətdə ən yüksək mərtəbədə olan bir şəxsdir. O qədər Peyğəmbər əta edir ki, Allah Taala buyurur ki, Peyğəmbər İsra surəsində nə çox əlvi açqınla, nə çox əlvi bağlaqınla, orta yolu getirginən səxavət barəsində. Bilirik ki, Peyğəmbər çox mərhəmətli bir insan idi, çox səxavətli bir insan idi və əgər bir ehtiyaclı insan gördüyü zaman dərhal onun ehtiyacını aradan qaldırmaq üçün nəsə edərdi. Və Peyğəmbərimizin Əhl-i-Beyti də bu cürdür. İnsan surəsində, Həl-Əta surəsində onların 3 gün oruc tutması, Əhl-i-Beyt əleyhissalamın 3 gün oruc tutması və iftar zamanı öz iftarını miskinə, yetimə, əsirə verməsi ən bariz nümunələrdəndir. Və mən həmçinin qeyd etmək istəyirəm ki, İmam Əli əleyhissalamın xüsusiyyətlərindən biri kasıbların qapısına ərzaq qoymaq idi. İmam Əli əleyhissalamın xüsusiyyətlərindən idi və hətta rəvayətlərdə qeyd olunur ki, İmam Əli əleyhissalamın kürəyi, beli o ərzaq daşımaqdan qabar bağlamışdı. İmam Əli əleyhissalamın həyatını keçməzdən öncə mən bu ayəni istəyirəm sizin üçün tilavət edim, oxuyum. Bəqərə surəsinin 274-cü ayəsində Allah Taala buyurur: "Əllezîne yunfiqûne əmvələhum." O kəslər ki, öz mallarından infaq edirlər. O kəslər ki, öz mallarından xərcləyirlər. Billeyli və nəhar, gecə və gündüz. Fərqi yoxdur onlar üçün. Onlar Allah yolunda xərcləməkdə geri çəkilmirlər. Billeyli və nəhar, sirrən və əlaniyyətən. Aşkar edirlər, yaxud gizli edirlər. Fələhum əcruhum ində Rəbbihim. Onların Allah yanında, Rəbləri yanında mükafatları var. Və lə xawfun əleyhim. Onlar üçün bir qorxu yoxdur. Və ləhum yəhzənun. Onlar kədərlənməzlər. Kimlər? Onlar ki, Allah yolunda bu işi görürlər. İmam Əli əleyhissalamın xüsusiyyətlərindən deyirlər ki, İmam Əli əleyhissalamın şəninə, imamın barəsində nazil olan ayələrdən biridir bu ayə. İmam Əli əleyhissalam gecə və gündüz, aşkar və gizli şəkildə sədəqə, Allah yolunda infaq edənlərdən biri idi. Və İmam Əli əleyhissalamın həyatı barəsində biz danışdığımız zaman bu kimi halları daha çox rast gəlirik və Allah Taaladan duamız budur ki, Allah Taala bizlərə nəsib etsin, öz ruzimizdən ehtiyaclı olan insanlara Allah yolunda sərf etməyi və Allah Taala etdiyimiz hər bir həsənatı, hər bir xeyir əməli bizdən və bütün müsəlmanlardan qəbul etsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.